Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması Alen Simonyanın səlahiyyətində olan məsələ deyil. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bugün keçirdiyi brifinqdə bildirib. Onun sözlərinə görə, Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması məsələsi Rusiya, Azərbaycan və Ermənistan liderləri tərəfindən baş nazirin müavinlərinə tapşırılıb. Zaxarova Ermənistanda bu məsələ ilə Alen Simonyanın deyil, başqa dövlət xadiminin məşğul olduğunu söyləyib. O, Qərb ölkələrinin regionda kommunikasiyaların açılması ilə bağlı üçtərəfli razılaşmaların həyata keçirilməsinə destruktiv təsirini gördüklərini söyləyib. Ermənistan hakimiyyətinin də bu məsələ ilə bağlı mövqeyi hərdən bizdə suallar doğurur. Bu iki faktora görə üçtərəfli işçi qrupunun işi tormozlanıb. Biz bunu dəfələrlə şərh etmişik. Bu xəbər deyil. Əminik ki, üçtərəfli işçi qrup çərçivəsində əməkdaşlığın tezliklə bərpası təkcə regionda nəqliyyat kommunikasiyalarının blokdan çıxarılmasına deyil, gələcəkdə Ermənistanın və bütün regionun sosial-iqtisadi inkişafının təmin olunmasına yardım edəcək.